Xırdalan şəhərinin mərkəzində, Prospekt yolunun tam kənarında 119 nömrəli avtobus birbaşa gördüyünüz bu gözəl evin qarşısından keçir. 2 sotun içində 2 mərtəbə, kubcalı 5 otaq. Tam mərkəz, bazar, məktəb, nə lazımdırsa, iri marketlər, 24 saat işləyən market, 2 sotda 5 otaq. Qeyd edim ki, ev hardasa 2 metr hündürlüyündə podvalı var. Yəni bunun 5 daş olmağına baxmayın, bundan əlavə də 2 metr dərinliyində podval var. Geniş həyəti, birinci mərtəbə monolit, ikinci mərtəbə monolit. Ev özü 180 kvadratdır. Geniş həyəti var. Tək buranı qəşəng güllü çiçəkli belə tam təmir olunub. Evin solundan da sağından da yan hissələrdən keçmək olur. Dörd bir tərəfi şikaturdur. Birbaşa Prospekt yolunun kənarıdır. Yola yaxındır deyil. Prospekt yolunun kənarıdır. Qiymət super bir qiymətdir. Deməli daxil olaq evə. Qəşəng səliqəli, çox gözəl. Qeyd edim ki, şəxsi tikili sayılır bu ev. Birinci mərtəbəyə daxil oluruq, sağ tərəfdə yerləşir. İri bir qonaq otağı. Qonaq otağının 2 dənə pəncərəsi var. Otağın işıqlanması çox super vəziyyətdə alınır. Ev hər tərəfdən gün vurur. Sol tərəfdə mətbəxin genişliyi. Mərtəbə arası beton monolitdir. Burada monolitdir, ikinci mərtəbədə monolitdir. Və burada yerləşir bizim sanitar qovşağımız. Burada yerləşir hamam otağı. İkinci mərtəbəyə qalxan pilləkənlərin səliqəli işlənməyinə bax. Səliqəli, tam səliqəli formada işlənib. Qiymət 237.000 manatdır. Gördünüz bu 2 mərtəbəli 5 otaqlı evin qiyməti 237.000 və qalxırıq ikinci mərtəbəyə. Ev super təmirlidir. Yəni bunun şəxsi tikili olduğunu hardan vurğulayıram sizə? Operator qardaş, keç belə. İkinci mərtəbədə koridorun genişliyinə bax. İri bir koridor və koridordan eyvana çıxış. İkinci mərtəbədə 4 dənə yataq otağı var. Bunun 2 pəncərəsi var. Qəşəng genişdir, superdir. Bir pəncərəsi var. Təmir əladır, dizayn əladır. Kubcalıdır, 2 mərtəbə Xırdalanda mərkəzdə Prospekt yolun kənarı. 119 nömrəli avtobus düz evin qarşısından hərəkət edir. Qiyməti də qeyd elədim də, təkrar deməyə ehtiyac yoxdur. 237.000 manat real alıcıya yaxşı bir endirim olunacaq. Evlə bağlı əlavə nəsə sual olarsa, məlumat almaq istəsəniz, aşağıda bizim əlaqə nömrəmiz qeyd olunub, zəng edib məlumat alıb gəlib evə yerindəcə baxa bilərsiniz.